Yol o vəziyyətdədir ki, sürücülər hardan gedəcəyini bilmirlər. Yağıntılı havalarda isə hərəkət daha da çətinləşir. Bura Oğuz rayonunun Mollalı kəndinin yoludur. Kənd sakinləri bildirirlər ki, yol probleminə görə artıq təngə gəliblər. Həm avtomobillər tez-tez sıradan çıxır, həm də vaxt itkisi yaranır. Qış aylarında isə vəziyyət daha da çətinləşir. Çətinliyimiz bizim yol problemimizdir. Yolu özünüz gördüyünüz kimi acınacaqlıq vəziyyətdir. Bizə də xahiş edən bir köməklik eləsinlər. Düzdür, layihəyə salınıb bu yollar, yerindən qurma işləri üçün dekabr ayında bir işlənilib. İndi heç olmasa o asfalta qədər bizə bir köməkçi kredi vurulsun bu yollara. Kəndə xəstəsi olanda Oğuz rayonundan skoru gəlib 1 saata çıxa bilmir. 15 dəqiqəyə bu yol gəlir, 45 dəqiqəyə Mollalını keçib gedə bilmir. 10-dan, 5-dən elə yerlər orada saxlayıb sonra gedirsən. Yolun da özünüz gələndə vəziyyətin ki, çox bərbad haldadır. Valla bu yollara getmək mümkün deyil. İnan ki, maşınlara periodok yığmaqdan, sıra 3-4 gün ola 125 maşın periodok pul vermişəm, 3 gün keçir yenə səsləyir. Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər xəbərə bildirilib ki, yolun təmiri nəzərdə tutulub. Oğuz rayonunun Mollalı kəndindən rayon mərkəzinə gedən avtomobil yolunun yenidən qurulması layihəsi Dövlət İnvestisiya Proqramına daxil edilib. Layihə çərçivəsində yolun əsas şəkildə yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması və nəqliyyatın təhlükəsiz rahat hərəkəti təmin olunması nəzərdə tutulur. Dövlət İnvestisiya Proqramı üzrə bu layihə üçün müvafiq maliyyə vəsaiti ayrıldıqdan sonra təmir və yenidən qurma işlərinin başlanması planlaşdırılır. O da qeyd olunub ki, yolun yenilənməsi nəticəsində Mollalı kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq, kənd sakinlərinin gediş-gəlişi rahatlaşacaq. Rəhman Həkimzadə, Yusif Kərimli, Xəzər xəbər.